Hadisə rayonun Sığaloni kəndində qeydə alınıb. Kənd sakini 83 yaşlı İsmail Qobadoğlu Qulamov həyat yoldaşı 72 yaşlı Məhbubə Xanhəsən qızı Nurəliyevanı ov tüfəngi ilə qətl yetirib. Bundan sonra arvadının öldüyünə əmin olmaq istəyən 83 yaşlı kişi kəsici alətlə ona çoxsaylı xəsarətlər yetirib. İsmail Qulamov daha sonra özünü də güllələyərək həyatına son qoyub. Bura yaxınlaşanda qapıdan girdik, gördük ki birimiz yoldaşımız elə burada çadırın qotaracağında burada yıxılıb, ov tüfəngi də üstündə. Ayrı biz yaxınlaşmadıq. Girdik evə, gördük ki bəs birimiz bıçaq xəsarətlərinə, yəni sinə nahiyələrindən vurulub. Daha tüfəng izləri biz görmədik, sonradan baxdıq ki, yəni tüfənglə də vurub. Hadisənin ailə mübahisəsi zəminində baş verdiyi bildirilir. Yaşlı kişinin arvadını qısqandığı üçün qətl hadisəsini törətdiyi deyilsə də, yaxınları bunu təksib edir. Hüquq mühafizə orqanları 83 yaşlı İsmailin üzərində 3 vərəqdə əlyazma aşkarlayıblar. Lakin burada nələrin yazıldığı barədə məlumat verilmir. Nə üstə belə bu hərəkəti eləyib, bunu hamı bilmək istəyir. Bu kəndə hamı bunu bilmək istəyir. Bu bir iş olub ki, bu belə bu hərəkəti eləyib. Heç kəs nahaq o hərəkət eləməz. İndi nə olub o kağıza yazıb, onu çıxardılar, müstəndiq çıxartı yapardı. Qətlin baş verdiyi ərazidən həmçinin müvafiq sənədləri olmayan bir ədəd toz 20 markalı ov tüfəngi, eyni zamanda bir ədəd patron və bir ədəd ciliz götürülüb. Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə və 125-ci özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi açılıb. Araşdırma aparılır. Məhəmməd Rzayev, Rövşən Əzimov, Astara.